Salam, Zodiak'in ən nikbin, ən azadsevər və üfüqləri aşmağa can atan əbədi səyyahları, əziz oxatan bürcləri. 11 maydan 17 maya qədər davam edəcək bu 7 günlük zaman dilimi sizin üçün sanki yeni bir macəranın, yeni bir kəşfin başlanğıcı olacaq. Od ünsürünün bu ən hərəkətli nümayəndəsi kimi daxilinizdəki o sönməz alov bu həftə sizi daha uzaqlara, daha böyük hədəflərə doğru aparacaq. İdarəçi planetiniz olan böyük xeyirxah Yupiterin göy üzündəki mövqeyi sizə həm mənəvi genişlik, həm də qarşınıza çıxan fürsətləri bir baxışda görmə qabiliyyəti bəxş edəcək. Sizin üçün həyat bir öyrənmə prosesidir və bu həftə kainat sizə ən maraqlı dərslərini ən xoş şəkildə təqdim edəcək. İndi gəlin bu dinamik, ümid dolu və sürprizlərlə zəngin 7 günlük səyahətin hər bir gününü, hər bir anını səsləndirməyə tam uyğun, təbii və axıcı bir dillə birlikdə nəzərdən keçirək. Həftəyə 11 may. Bazar ertəsi günü yüksək enerji və gələcəyə dair böyük ümidlərlə başlayırsınız. Səhər oyanarkən daxilinizdəki o məşhur "hər şey mümkündür" hissi sizi bürüyəcək. Bazar ertəsi sizin üçün vizyon günüdür. İş yerində və ya şəxsi layihələrinizdə sadəcə bu günü deyil, bəlkə də gələn ayları, illəri planlaşdırmaq istəyəcəksiniz. Sizin o geniş baxış bucağınız bugün ən mürəkkəb məsələlərdə belə ən sadə və ən uğurlu həll yolunu tapmağa kömək edəcək. Bazar ertəsi xüsusilə xarici əlaqələr, təhsil və ya hüquqi məsələlərlə bağlı mühüm addımlar ata bilərsiniz. Ətrafınızdakı insanlara öz enerjinizi və həvəsinizi o qədər güclü ötürəcəksiniz ki, hər kəs sizin arxanızca gəlməyə hazır olacaq. Axşam saatlarında isə uzaqdan gələn maraqlı bir xəbər və ya bir dostla edilən fəlsəfi söhbət ruhunuzu qidalandıracaq. 12 may, çərşənbə axşamı günü diqqətiniz daha çox maddi qaynaqlara və karyera hədəflərinizə yönəlir. Oxatan bürcləri üçün azadlıq həm də maddi müstəqillik deməkdir. Bugün qazanclarınızı artırmaq üçün yeni yollar axtara bilərsiniz. Bəlkə yeni bir iş təklifi. Bəlkə də hobbinizi qazanca çevirmək üçün maraqlı bir ideya beyninizdə parlayacaq. Çərşənbə axşamı göy üzü sizi risk etməyə deyil, daha çox strateji düşünməyə təşviq edir. Maddi məsələlərdə dürüstlük və şəffaflıq sizin ən böyük qazancınız olacaq. Günün ikinci yarısında peşəkar bir görüşdə özünüzü və ideyalarınızı o qədər inamlı təqdim edəcəksiniz ki, bu gələcək uğurlarınızın təməli ola bilər. Axşam saatlarında isə biraz dincəlmək və nailiyyətlərinizlə qürur duymaq üçün özünüzə zaman ayırın. 13 may, çərşənbə günü ünsiyyət və yaxın çevrənizlə olan bağlar ön plana çıxır. Bugün beyniniz yeni məlumatlara o qədər açıqdır ki, sanki hər şeyi bir süngər kimi canına çəkəcək. Çərşənbə günü qısa səfərlər, maraqlı tanışlıqlar və intellektual müzakirələr üçün mükəmməl bir zamandır. Sizin hazır cavablığınız və yumor hissiniz bugün girdiyiniz hər bir mühitin ab-havasını dəyişəcək. Əgər bir şey öyrənmək və ya kiməsə bir şey öyrətmək istəyirsinizsə, bugün həmin gündür. Bacı qardaşlarınızla və ya yaxın dostlarınızla olan münasibətlərdə səmimiyyət və sevinc hakim olacaq. Axşam saatlarında sosial şəbəkələrdə və ya maraq dairələrinizlə bağlı qruplarda aktiv olmaq sizə yeni və faydalı perspektivlər qazandıracaq. 14 may, cümə axşamı günü enerjiniz daha çox evinizə, ailənizə və köklərinizə yönəlir. Oxatan bürcləri hər nə qədər uzaqları sevsələr də, qayıdacaqları hüzurlu bir limanın olmasını da istəyirlər. Bugün evinizdə bəzi dəyişikliklər etmək, bəlkə də daha geniş və işıqlı bir mühit yaratmaq üçün hərəkətə keçə bilərsiniz. Ailə üzvlərinizlə birlikdə keçirəcəyiniz vaxt, onlarla bölüşəcəyiniz xatirələr sizin mənəvi enerjinizi tamamilə yeniləyəcək. Cümə axşamı həm də daxili dünyanıza səyahət etmək, keçmişdəki təcrübələrdən dərs çıxarmaq üçün çox uyğundur. Sevgi həyatınızda isə bugün daha çox güvən və sabitlik axtaracaqsınız. Partnyorunuza olan inamınızın artdığı və birlikdə gələcəyə dair ümidli planlar qurduğunuz bir axşam yaşaya bilərsiniz. 15 may, cümə günü sizin üçün əsl yaradıcılıq və ehtiras festivalıdır. Göy üzündəki ulduzlar sizin eşq, əyləncə, uşaqlar və hobbilər evinizi tam gücü ilə işıqlandırır. Cümə günü sizin daxili uşağınız azadlığa çıxmaq istəyəcək.
Risk etməkdən, özünüzü ifadə etməkdən və diqqət mərkəzində olmaqdan çəkinməyin. Əgər yaradıcı bir işlə məşğulsunuzsa, bugün ilham pərləri sizin çiyinlərinizdən ayrılmayacaq. Sevgi həyatınızda isə romantik sürprizlər, şən zarafatlar və həyəcanlı anlar gözlənilir. Subay ox atanlar üçün cümə günü tamamilə fərqli bir mədəniyyətdən və ya fərqli bir düşüncə tərzindən olan biri ilə maraqlı bir tanışlıq vəd edir. Şans verin, həyatın dadını çıxarın və hər anın ləzzətini hiss edin. Geyiminizdəki parlaq və enerjili rənglər bugün sizin daxili alovunuzu xaricə də yansıtacaq. 16 may, şənbə günü diqqətinizi biraz daha çox gündəlik işlərinizə, sağlamlığınıza və rutinlərinizə yönəltməli olacaqsınız. Həftə boyu olan o yüksək temp bədəninizi bir qədər yora bilər. Şənbə günü özünüzə tam bir yenilənmə planı hazırlayın. Təbiət qoynunda uzun yürüşlər, bəlkə biraz açıq havada idman və ya təmiz hava almaq sizin üçün ən yaxşı dərmandır. Çünki ox atan bürcləri qapalı mühitlərdə darıxırlar. Sağlam qidalanmağa, bol maye qəbuluna və daxili nizamınızı qorumağa çalışın. Eyni zamanda yarımçıq qalmış xırda işləri tamamlamaq sizə mənəvi rahatlıq verəcək. Şənbə günü həm də ev heyvanlarınızla vaxt keçirmək və ya onlara qulluq etmək sizin üçün çox sevindirici olacaq. Və nəhayət 17 may, bazar günü. Bugün 11 maydan başlayan o coşqulu həftənin möhtəşəm yekunudur. Bazar günü göy üzü sizin tərəfdaşlıqlar, ikili münasibətlər və güzgüdəki əksiniz olan o biri yarınızla olan bağlara işıq salır. Bazar günü tək qalmaq yerinə sevdiyiniz insanlarla, həyat yoldaşınızla və ya ən yaxın dostunuzla keçirəcəyiniz vaxt aranızdakı harmoniyanı zirvəyə daşıyacaq. Birlikdə gələcək macəraları planlaşdırın, bəlkə bir səyahət xəritəsi cızın. Bazar günü axşam saatlarında bir kənara çəkilib həftənin analizini aparın. Hansı yeni məlumatları öyrəndiniz? Hansı üfüqləri kəşf etdiniz? Bu analiz sizə gələn həftəyə daha da böyük hədəflərlə başlamaq üçün lazım olan mənəvi gücü verəcək. Sağlamlıq baxımından bu həftə xüsusilə qaraciyərinizə və ayaq nahiyənizə qarşı diqqətli olmalısınız. Həddindən artıq hərəkət və ya qida qəbulu sizi biraz ağırlaşdıra bilər. Odur ki, balansı qoruyun. Sizin üçün fiziki azadlıq sağlam bədəndən keçir. Bu 11 may, 17 may həftəsi sizin üçün bir növ üfüqlərin genişlənməsi olacaq. Hər keçən gün özünüzü daha bilgili, daha cəsur və daha şanslı hiss edəcəksiniz. Əziz ox atan bürcləri, bu proqnoz sizin üçün bir yol xəritəsidir. Öz daxili inamınıza, o sönməz nikbinliyinizə və o böyük macəraçı qəlbinizə güvənin. Siz kəşf etmək və işıq saçmaq üçün gəlmisiniz. Bu həftə kainat sizin bu cəsur addımlarınızı dəstəkləyir və sizə ən gözəl perspektivlərini açır. Yolunuz daima aydın, qəlbiniz ümidlə dolu və həyatınız hər zaman sizin arzuladığınız o sonsuz azadlıq içində olsun. Yeni proqnozlarımızda görüşənədək özünüzə, o azad ruhunuza çox yaxşı baxın. Ulduzlar daima sizin tərəfinizdədir. Sadəcə o parlaq gələcəyə doğru oxunuzu tuşlayın. Gözəl həftələr diləyirik.